Manzara değil manzara. Gör necə hörürlər, nə gözəl. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün aprel ayının 22'sidir, 2025-ci il. Bildiğimiz kimi dostlar, bu ağac kovuşunda, yani bu kötüğün içinde arı ailemiz var. Bu kötüğün içinde arılar iki mərtəbəyə bölünür. İndi artık birinci mərtəbəsində tam arılar dolub. İndi biz bunun yuxarı mərtəbələrinə də çərçivələr düzəlir. Birinci mərtəbədə dostlar, baxın bu cür mən çərçivələr düzəltmişəm. Yəni arılara rahat baxmaq olsun. Baxın bu qaydada az bir miqdarda şam vərəqi yapışdırılıb bu cür. Qalan hissəsini isə arılar özləri toxuyur. İndi artıq birinci mərtəbə doldu arıyla. İndi biz ona ikinci mərtəbədə bu çərçivələrdən yerləşdirərik və arılar da başlayacaq bunları toxumağa dostlar. Getdik. Ya Allah. Deməli dostlar, baxın bu da bizim güzel ağıllı kötük. Bu da bizim ağıllı kötük. Bismillah. Ay maşallah. Baxın bu da bizim ağıllı kötük. Süper. Baxın bu cür ana keçməzi. İnşallah arılar yuxarıya qalxandan sonra bu ana keçməzi iki mərtəbənin arasına qoyarıq. Sağ olun, özünüzü koruyun.